İbrahim, hər vaxtın xeyir olsun. Buyur, səni eşidirik. Söz səndədir. Hər vaxtınız xeyir, əziz döyüş həvəskarları. Artıq UFC Fight Night döyüş gecəsinin başlamasına çox az bir vaxt qalır və biz Bakının bu möhtəşəm mənzərəsi fonunda döyüşləri dəyərləndirəcəyik və xüsusilə də gecədə iştirak edəcək Azərbaycanlı idmançılar Tofiq Musayev və Nazim Sadıqov, eyni zamanda Rafael Ataman Fiziyevin şanslarını dəyərləndirəcəyik. Təbii ki, tək olmayacağım. Yanımda Azərbaycan MMA dünyasının tanınmış siması, Azərbaycan MMA və Grappling Federasiyasının prezidenti Azad Əskərov var. Xoş gördük sizi, Azad müəllim. Sağ olun. Azad müəllim, döyüşlərə çox az bir vaxt qalıb, xüsusilə də yəni MMA-in içində olan bir şəxs kimi hansı hissləri keçirirsiniz, hansı təəssüratları bölüşürsünüz? Əvvəla xoş gördük, hər bizi salamlayıram. Bugün gözəl gündür, bayramdır. O da belə bir yarışlar Azərbaycanda nə qədər çox olsa bizim daha çox inkişafımız olar. Dövlətimizin idman olan qayğısından baş verir. İnşallah idmançılarımız qələbə ilə bizi sevindirər və ondan sonra da buyurun, sizin sualı mən cavab vermək istəyirdim. Azad müəllim, ümumiyyətlə nəzərə alaq ki, Tofiqgilin döyüşdüyü, yəni Azərbaycanlı idmançıların mübarizə apardığı çəki dərəcəsi, lightweight, yəni yüngül çəki dərəcəsi kifayət qədər UFC-də çətin çəki dərəcəsindən biri sayılır və Tofiq Musayev də çox güclü rəqiblə, Mıtıbek Orolbayi ilə mübarizəyə çıxacaq və biz çəki ölçmə mərhələsində müəyyən problemlər yaşandı rəqib tərəfdən və rəqib 4 kilo 800 qram yəni artığı oldu çəki baxımdan. Bir MMA-in içində olan bir şəxs kimi, yəni keçmiş döyüşçü kimi siz necə fikirləşirsiniz? Yəni bu məqam Tofiq Musayevə nə dərəcədə çətinlik yarada bilər? Mən Tofiqi uşaqlıqdan tanıyıram. İllərdir məşğul olur. Mən Tofiqin o güclü olmağına inanıram. Ona görə ki, Tofiq üçün mən bunu şahidiyəm. Bilirəm ki, mən də onu şahidiyəm. Tofiq üçün yəni bir adi bir şey, adi bir haldır. Ona görə ki, insanın 4 kilo, 5 kilona biz nəzərdə alsaq, o demək ki, biz uduzmaq sayırıq özümüzü. Onun üçün Tofiq onu fikirləşmir. Baxmayaraq 10 kilo olsa da Tofiq öz bildiyini, öz gücünü göstərəcək, inşallah qələbə olacaq. Əslində bir qədər də Nazim Sadıqovdan istərdim danışaq. Çünki rəqibi Nikolas Motta həm əl, həm ayaq zərbələrində effektlidir və təbii ki, çəki ölçmə mərhələsində, yəni ikinci mərhələdə rəqiblər üz-üzə gələndə müəyyən aralarında konflikt də yarandı və ortada prinsip məsələsi də var. Necə fikirləşirsiniz? Yəni Nazim Sadıqov Nikolas Motta üzərində, nəzərə alaq ki, Nazim Sadıqovun özünün də həm striking, yəni əl ayaq zərbələri, eyni zamanda grapplingi də kifayət qədər güclüdür. Eyni zamanda kombat sambo bazası var, jiu-jitsu, grappling bazası var və siz necə fikirləşirsiniz? Yəni Nazimin bu gecəki döyüşündə hardasa submission, yəni boğucu fənd ola bilər, yoxsa Nazim rəqibini nokautla məğlub edəcək? O döyüş o qədər deyə bilməsəm də, ancaq mən oynanıram ki, Nazim onu çox hasat vəziyyətdə döyəcək, udacaq. Niyə görə? Nazimin stoykası çox qeyri-adi döyüşü var. Hər sahədə işləyir, uzaqdan göstərib, yaxından vuracaq. Yəni onun solaxa stoykası da qeyri-adidir. Mən ona çox diqqət eləmişəm döyüşlərinə bir müəllim kimi. Sadəcə mənə çox xoşum gəlir. Onun üçün də mən ona inanıram ki, onun üçün qabağında kim olsa hamı ilə eyni döyüşür. Mən onun döyüşlərinə baxmışam, hamısında eyni vəziyyətdə döyüş keçirdir. Onun üçün də mən ona qaldı ki, rəqib boğucu ancaq mən ona boğucudan çox əllə daha çox inanıram. Elə olacaq mənim fikrimdə. Əslində Nazimin belə deyim, yəni son döyüşünə İsmail Bonfimlə mübarizəsinə biz baxsaq və nəzərə alaq ki, İsmail Bonfim bizim digər Azərbaycanlı döyüşçü, yəni Nəriman Abbasov üzərində də qələbə qazanmışdı. Bir növ Nərimanın qisasını aldı Nazim. Siz yəni düzgün vurğuladınız. Əslində xüsusilə də əl ayaq zərbələrinə kifayət qədər üstünlük verir. Amma nəzərə alaq ki, Azad müəllim, yəni rəqibin də kifayət qədər yəni təcrübəsi var və heç də asan olmayacaq. Təbii ki, biz bir Azərbaycanlı olaraq Nazimdən qələbə gözləyirik. Yox, təbii ki, Nazimin bundan qabaqki döyüşü də özü gördünüz ki, özü də açıqlama verdiniz ki, bizim idmançı Nəriman Abbasov qalib gəlib, baxmayaraq ona qalib gəlib, idmançı təcrübəsini artırmağına baxmayaraq bir müddət keçsə də Nazim onu çox hasadına qutdu. Mən onun görə Nazimə bu açıqlama vermək istədim ki, Nazimin döyüşü, duruşu qeyri-adidir. O ilə çətin olacaq döyüşmək. Yəni baxarsınız, bu Nazim üçün adi bir döyüşlərdən biri olacaq. Nazimin gələcəkdə böyük döyüşlər olacaq. Bu döyüşün
döyüşdüyü texnika, taktikası çox yaxşıdır. Mən xoşum Yəni gəlir. düşünürsüz ki, Nazim bu döyüşdə qələbə qazanacaq, Rahat da döyüş keçirdəcək. döyüş Mən keçirəcək və onu- gələ digər İnşallah. Azərbaycanlı yəni UFC döyüşçüsünə Rafael Ataman Fiziyev, hansı ki Azad müəllim Rafael Fiziyev UFC Lightweight-də, yəni yüngül çəkidə kifayət qədər yəni çətin və kifayət qədər güclü idmançı sayılır. Hətta yəni strikingdə, yəni əl-ayaq zərbələrində ən çox yəni əl-ayaq zərbələrindən istifadə edən döyüşçü kimi də UFC-nin belə deyim tarixinə keçmişdi. Bu məqamı yəni nəzərə alaraq siz necə fikirləşirsiniz? Yəni Rafael Ataman Fiziyevin hansı ki rəqib haqqında da biz danışsaq, Ignacio Bahamendes belə deyim, Ignacionu elə də yerli publika kifayət qədər yaxşı tanımırdı, amma nəzərə alaq ki, yəni Ignacionun küncündə welterweightin, yəni yarım çəkinin əfsanəsi, belə deyim, belə demək mümkündürsə, amma hər halda Belal Muhammed onun küncündə olacaq. Keçmiş çempion welterweightdə. Sizcə bu bir üstünlük sayıla bilərmi Ignacio Mən üçün? deyim də, biz deyirik, bizdə bütün idmançılar güclü və öz təcrübəli idmançılardır. Düzdür, biz müzakirə eləyirik, bizim idmançımız, biz zəif deyirik. Ümumən bizim idmançı zəif olmur heç harda. Baxmayaraq bu idmanda olsun bu idman. Qaldı ki bu idmanda Rafael birinci döyüşüdür. Müəyyən illər keçib Rafael bu ringdə, bu UFC-də təcrübəsini qazanıb. Təcrübəlidir. Onun üçün də mən Rafaela da baxmayaraq ki hamısını tərəfləməkdən biz özümüz bir güclü xalqıq. Rafaelin özü döyüşlərinə baxardınız, görərsiniz ki, Rafael hər bir döyüşdə fərqli döyüşüb. Necə fərqli? Yəni hər dəfə qabağa getməkdə. Yəni əvvəllər döyüşərdi, baxmayaraq uduzdu da, sonra görsün neçə döyüşlər uddu. Mən özdə axırıncı döyüşdən sonra Rafael o idmanda belə olur, belə bir insanlar həyatda deyir ac, döyüşə acdır. Yəni bu yaxşı döyüş göstərəcək. Rafaelin də əl-ayağın zərbəsini hamımız şahidik. Yəni mən elə bilirəm ki, baxmayaraq o birisi də əl-ayağı var, yaxşıdır. Ancaq mən həmişə kimi mən inanıram Rafaela. Mən elə bilirəm ki, rahat da döyüş olacaq bizim üçün. Çox da yaxşı, rahat döyüş olacaq bizim tərəfdən. Əslində Azad müəllim, ümumiyyətlə biz lightweight-ə nəzər yetirəndə düzdür. Baxmayaraq ki, Rafael Ataman Fiziyev 11-ci pillədə qərarlaşır və son 3 döyüşündə məğlubiyyəti var idi və Gamrotla mübarizədə ayağından müəyyən zədə aldı və bir qədər fasilə verməli oldu. Daha sonra geri dönüşdən sonra Gaethje üzərində, yəni Justin Gaethje-yə məğlub oldu. Yəqin ki, o döyüşü də izlədiniz və müəyyən analizləri, müəyyən çıxarışları etmisiniz. Özümüz üçün mən fikirləşirəm ki, yəni Gaethje ilə heç də pis döyüşmədi. Kifayət qədər də yaxşı döyüşdü. Sadəcə Bəli. bu idmandır. Yəqin ki, mənimlə razılaşarsınız. Ani bir belə deyim, bəlkə də şansı gətirmədi hardasa ki, yəni boşluğa O birisi də düşdü. təcrübəli idmançı idi. Özü orada idmanda biraz güləşmə də var. Rafael güləşməni az elədi. Elə həmin Bundan qabaq- məqama toxunacaqdı. Bəli. Onun üçün də ancaq indi burada buna uyğunlaşma var. Mən indiki axırıncı döyüşdən gedirəm. Onun üçün də mən inanıram ki, Rafaellə kimsə əllə axıracan döyüşsə uduzacaq. İndi qaldı bu yarışın orqanizatoru Rafael'e baxmayaraq uduzdu, bir neçə döyüş deyirsin. Yəni Rafael öz reytingini saxladı. Baxmayaraq hamı indi uduzmaq var, hamı da göz qabağında biri zədə aldı, müəyyən kimlərlə vuruşdu. Bu deyil ki, elə bir kimsə hər bir adam kiməsə uduzacaq. Düzdür. O uduzanda o deyil zəifdir. İndi Rafael də hansı vəziyyətdə olub uduzubdur. Rafael öz reytingdə qalır, indi göstərib qalxacaq. Ya, mən inanıram ki, müəyyən reytinqə qalxıb düşəcək bu döyüşü ilə. Əslində takedown müdafiəsi olaraq, yəni güləş müdafiəsi olaraq heç də pis deyil Rafael. Yəni bu məqamı vururlar. Eyni zamanda elə baxmayaraq ki, hal-hazırda lightweightdə yüngül çəkidə döyüşən Azərbaycanlılar əsasən ayaq üstə döyüşməyə üstünlük verirlər. Elə Tofiqin özü olsun, Nazim olsun. Sizcə yəni bu məqam üzərində bir qədər də indi inşallah ki, bu döyüşdə qalib gələcəklər. Bundan sonra nə dərəcədə yəni güləşi parteri belə deyim, Yox, güləş inkişaf etdirmək mütləq lazımdır. Mən deyim ki, özüm də haçansa döyüşmüşəm. Döyüşəndə də güləş mütləq lazımdır. Bizə kömək edir. Əlavə sənin gücündür güləş. Əllə döyüşərsən, birinci raunddan sonra rəqib sənin öz texnikayı tutur. Güləş olanda rəqib biraz çətinlik çəkir. İndi bizimkilər o deyil ki, elə əllə işləyir, güləşməni də bilirlər. Onunla hazırdılar ki, ora çıxırlar da. Bunu oradan özün şərt o deyil ki, güləşməsə də güləşdən özünü qoruyacaq. İndi döyüşdür. Hər sahədə insanın başı iş çəkir. Güləşən də uduzur güləşdə. Yumruq atan da yumruqda uduza bilir. O deyil ki, indi
Təbii ki, üstünlük vermək lazımdır güləşə. Onu da daha çox hazırlaşıb. İndi yəqin ki, idmançılarımız təcrübə idmançılardır. Yəni özlərində daha çox. Bəlkə də indi bu gün elə olacaq ki, güləşlə udacaqlar heç. Hər halda Yəni yəni güləşi bilirlər də. O deyil ki, elə güləşdən uzaqdırlar. Güləşlə də uda bilərlər, boğa da bilərlər, təslim eləyə bilərlər. Yıxıb yerdə döyəndə əgər bir idmançını yıxmısan, yerdə zərbə işlərsən, o güləşin sahəsindədir. bəli, bəli. İndi şərti deyil onu təslim edəsən. İndi inşallah rəqiblərimiz bizi indi hamısından istədiyimizi göstərərlər. Hər halda Buyur. hər halda Azərbaycanlı döyüşçülərdən biz hamımız qələbə gözləyirik. Hələlik isə bizdən çatdıracaqlar bu qədər. Sözü Absalama ötürürəm. Salam, hər vaxtınız xeyir. Hal-hazırda gördüyünüz kimi azarkeşlər Kristal Hola doğru irəliləyirlər. Bugün belə demək istərdim ki, yerli azarkeşlərin hər zaman xarici televiziya kanallarından izlədiyi UFC turniri artıq paytaxt Bakımızda təşkil olunur. Bu gecə 6-sı əsas, 6-sı ilkin kart olmaqla 12 döyüş keçiriləcək ümumilikdə. Bunlardan birinci döyüş oktagona çıxacaq idmançılar, xanım idmançılar olacaq ki, İlina Alekseyeva və Polşa təmsilçisi Claudio Sigulya döyüşəcəklər. Bundan əlavə olaraq UFC-də bizi 3 əsas təmsilçimiz təmsil edəcəklər, döyüşçülərimiz təmsil edəcəklər ki, Tofiq Musayev olacaq. Bu da UFC təşkilatında ilk 4 döyüşlük müqavilə imzalamışdı. Tofiq Musayevin debüt döyüşü təsadüf eləyir elə doğma vətəni Azərbaycana. Bundan əlavə olaraq Nazim Sadıxov da UFC təşkilatında keçirdiyi 12 döyüşün 10-unda qalib olmuş, birində məğlub, birində isə seçəcək ilə rəqibi Braziliyalı idmançı Nikolas Motta ilə oktagonda mübarizə aparacaqlar. Gecənin əsas döyüşü isə Amerikalılar yarım ağır çəki dərəcəsində Jamal Hilllə Xəlil Roundtree mübarizə aparacaqlar. Xəlil Roundtree öz çəki dərəcəsində reytingdə 7-ci yerdədir. Hər iki idmançı öz çəki dərəcələrində mübarizə apararaq reytinglərini daha da möhkəmləndirmək istəyirlər. Gecənin ikinci əsas döyüşü isə Rafael Fiziyevlə onun rəqibi Çilili idmançı Ignacio Bahamondes olacaq. Hal-hazırda yanımda döyüşü izləməyə gələn yerli azarkeşlər var. Salam, hər vaxtınız xeyir, özünüzü təqdim edin. Xeyir Orxan. Orxan bəy, bu gecə daha çox hansı döyüşə azarkeşlik eləyəcəksiniz? Mən hər üç Azərbaycanlı idmançıya azarkeşlik eləyəcəm, amma əsasən də Tofiq Musayevə azarkeşlik eləyəcəm. Tofiq Musayev çox böyük fədakarlıq elədi bugün. Əslində bir yuxarı çəkidə döyüşəcəklər. Tofiq Musayevin məncə ayrı bir hekayəsi var. Ona görə elə bil biraz daha çox azarkeşlik eləyəcəm Tofiq Musayevə. Amma hər üç Azərbaycanlı idmançıya can könüldən azarkeşlik eləyəcəm. Bəli, bildiyimiz kimi Tofiq Musayev ötən gün çəki ölçmə mərasimində rəqibi Qırğızstanlı Orolbay ondan 4 kiloqram 800 qram daha artıq çəkidədir və buna baxmayaraq Tofiq və onun komandası döyüşdən imtina etmədilər və onlar döyüşəcəklər. Tofiq döyüşmək üçün gəlmişəm mən bura deyərək Orolbayın çəkisini əhəmiyyətli saymır. Onun üçün heç bir fərqi yoxdur deyir. Belə, mənim buradan çatdıracaqlarım bu qədər idi. İndi isə sözü sizə buraxıram. Yenidən hər vaxtınız xeyir əziz döyüş həvəskarları. Bəli, müzakirələrimiz davam edir. Azərbaycan MMA əfsanəsi Azad Əskərovla. Azad müəllim, siz Tofiqlə uşaqlıqdan, yəni belə deyim, uşaq yaşlarından, Tofiqin uşaq yaşlarından məşq etmişsiniz ona və Tofiqin potensialına hardasa bələdsiniz. Ümumiyyətlə, rəqibin xarakterli döyüşməsi, yəni xüsusilə də Orolbayının son döyüşünə biz baxanda bunu tam açıq şəkildə deyə bilərik ki, kifayət qədər potensiallı idmançıdır və nəzərə alaq ki, UFC-də çıxdığı döyüşlərdə də bir məğlubiyyəti var. O məğlubiyyət də hakimlərin qərarına gedib, hətta rəqib kifayət qədər üstün olmasına baxmayaraq Orolbayı belə deyim təslim olmadı. Siz necə fikirləşirsiniz? Bu gecədə Tofiq Musayev və Orolbayı döyüşündən tam olaraq nə gözləməliyik? Bax, biz indi Tofiqi illərdir tanıyıram. Dünənki axşam məşqində də biz söhbət elədik. Yəni o idmançı qarşı tərəf mən sizə deyim ki, çox güclü olsa da, ancaq onun
bəzi zəifləri də var da, hər birimizin zəif olan kimi. O hərdən güləşir, hərdən döyüş də göstərir. Baxmayaraq ki, Tofiq güləşməni az güc versə də, Tofiq güləşmədən bilir, özü güləşib. İstər-istəməz də ona qarşı hazırdır. İndi qaldı ki, biz onun idmandır, bu günləri idman elədir ki, bir saniyədə insan uduza bilər. Biz heç kimi tərifləyib, heç kimi pisləmirik, ancaq biz təbii ki, biz idmançılarımıza inanırıq. Mən Tofiqə inanıram. Qaldı ki, qarşı tərəfdən danışırıq, gücündən, onun gücündən. İndi o, mən sizə deyim ki, belə bir şey var da, hər bir insan dünən, bugündən fərq var. O dünən güclü ola bilər. Bəli, bəli, təbii ki, o öz yerində. Onu belə sözümüz var da, ring göstərər. Təbii ki, Azad müəllim, o öz yerində. Biz yenidən müzakirələrə dönəcəyik. Hazırda isə əməkdaşımız Həcərə bağlanaq. Hazıram. Transmission audio Bir daha xoş gördük hər birinizi. Bəli, Bakı Kristal Zalında ən önəmli məqamlardan biri isə məhz İdman TV-nin şərhçilərinin də burada olmağıdır. Çünki bildiyiniz kimi bu UFC Fight Night-ı biz İdman TV olaraq canlı yayımlayırıq və mən istəyərdim ki, şərhçilərimizdən də fikirlərini, düşüncələrini öyrənim. Səbuş müəllim, siz bugün burada bu tarixi anda məhz bu yarışları şərh eləyəcəksiniz canlı olaraq birbaşa buradan. Düşüncələriniz nələrdir? Xoş gördük bütün idman həvəskarlarını, bütün UFC həvəskarlarını. Elə sizin də qeyd etdiyiniz kimi bu həqiqətən də tarixi andır. Çünki Azərbaycanda UFC-də, yəni belə qaydasız qarışıq döyüş növlərində elə belə bir hadisə baş verməyib. İlk dəfədir ki, biz bunun şahidi oluruq və mən həmkarım Turalla da çox xoşbəxtəm ki, bu tarixi anı bir yerdə tamaşaçılarımıza çatdıracağıq. Tural, sizin də düşüncələrinizi öyrənmək istəyərdik. Siz də burada şərh edəcəksiniz yarışları canlı olaraq. Çox həyəcanlıyıq əlbəttə ki, bu UFC fanatlarından ən birincilərindən biri elə bəlkə də özüməm mən. Çox xoşdur ki, uzun illər bir yerdə əməkdaşlıq etdiyimiz, əlbəttə ki, müəllim saydığım Siyavuş Əliyevlə birlikdə bugün birlikdə şərh edəcək. Mütəxəssisimiz İbrahim Məmmədəliyev də birlikdə olacaq. İdmançılarımızın çıxışını gözləyirik, çalışacağıq ki, şərhçi kimi fikirlərimizi bildirək, amma həyəcandan bu alınmasa indidən üzr istəyirik izləyicilərimizdən. Həmin o həyəcan atmosferi artıq hiss olunmaqdadır. Ümidvarıq ki, hər şey yaxşı olacaq. Təşəkkür edirəm hər ikinizə, uğurlar arzu edirəm və idmançılarımıza da həmçinin uğurlar arzu edirəm və artıq vaxt yekunlaşır, çünki yarışların başlamasına çox az qalır. Artıq hər kəs yarışları həvəslə, həyəcanla gözləyir və mənim buradan şərhçilərimizlə bir yerdə çatdıracağım ən son məqamlar bunlardan ibarət idi. Buyurun, sözü yenidən sizə studiyaya ötürürük. Hazırda UFC yüngül çəkidə Dağıstanlı döyüşçü İslam Maxaçev birinci, yəni kəmər ondadır, belə deyim. Eyni zamanda İslam Maxaçev P4P-də, yəni Pound for Pound-da, yəni çəkilər arasında ən güclü döyüşçü sıralamasında da birinci yerdədir. Hətta Azad müəllim UFC əfsanəsi, belə demək mümkünsə hal-hazırda, həmcə döyüşən əfsanə sayılırlar. John Jones. John Jones'dan, yəni P4P kəmərini aldı İslam Maxaçev və İslam Maxaçev kimi, belə deyim, həm əl-ayaq zərbələri güclü olan, eyni zamanda güləşi güclü olan invertarda, belə deyim, İslam Maxaçevdə bütün idman növlərindən, yəni belə deyim, bilgi var. Necə fikirləşirsiniz? Yəni Azərbaycanlı döyüşçülərin bu çəki dərəcəsində maksimum, yəni hara qədər irəliyə bilərlər? Ya hansı potensialı görürsünüz? Mən sizə deyim də, bu idmandır. Görürsünüz, biz Rafaelin ayağı travmalıdır. Məncə Nazim gəlir, Tofiq də döyüşəcək. Hələ Tofiqin bu döyüşlər kontraktı var. Yəni biz bir neçə il öncə götürsək, Maxaçqalada belə idmançı yox idi. Bir dənə Həbib idi. Ondan sonra görsən neçə idmançı Bellator'da, UFC-də döyüşdü. Yəni demək istəyirəm ki, o komanda demək istəyirəm də. Ondan sonra görsən, indi bizim bu idmançılarımız və burada yarışdan sonra bizim indi sabahçı bizim idmançılarımız inkişafla gedəcək qabağa. Biz də yaxın günlərdə belə bir barmaqla göstərilən idmançılarımız cərgəsində olacaq. Baxmayaraq ki, üst tanınmış idmançımız var, yetəri qədər təcrübəli idmançıdılar, tanınmışdılar. Yəni mən niyə görə bunu söylədim? Siz deyirsiniz ki, o ardı gələn yeniyetmə sonra gəldi, bəyək o dedi, yaxı, hansı ki bir neçə il bundan qabaq onlar yox idi. Mən danışım bir neçə il Həbib döyüşdü, Həbibdən sonra bunlar gəldi, girdi. İndi bizim
bizim üst döyüşümüz var. Üst döyüşümüzdən nəticə gözləyirik və onun arxasında da mən inanıram ki, yenə də idmançılarımız çox olacaq. Nəinki elə kəmərlər. Bir neçə kəmərə biz layiq olacaq, bizim idmançılar layiq olacaq və Azərbaycan o kəmərin sahibi olacaq. Əslində siz Xəbib Nurmagomedovdan və eyni zamanda Dağıstanlı idmançılardan danışdınız və bildirim ki, yəni bu gecə döyüşəcək şəxslər arasında, yəni Xəbib Nurmagomedovun Eagles döyüş təşkilatı var. Yəni Rizvan Kuniyev ağır çəkidə mübarizə aparacaq. Rizvan Kuniyev bu gecə yəni döyüşə çıxacaq və rəqibi də kifayət qədər belə deyim güclü rəqib sayılır Curtis Blades, hansı ki UFC-də çox döyüşlər keçirib, baxmayaraq ki, yəni Curtis Blades yəni 5 məğlubiyyəti var aktivində və xüsusilə də Azad müəllim, yəni ümumi məğlubiyyətlərə biz nəzər yetirsək, yəni Curtis Blades ilk raundda aşmağa meyllidir, belə demək mümkündürsə və bir qədər rəqib tərəfindən təzyiq olunduğu halda yəni çox rahat şəkildə nokaut ola bilər. Bunu biz xüsusilə də Francis Ngannou'da, yəni hər iki, həm ilk döyüşdə, həm revanş döyüşündə biz görmüşük və baxmayaraq ki, Blades'in özü yəni bildirmişdi ki, mən yəni razı deyiləm bu qərarla, yəni əlin gözümə salmışdı, yəni belə bir problemlər yaşanmışdı. Siz necə fikirləşirsiniz? Yəni Rizvan Kuniyev hardasa Həbibin tələbəsi saya bilərik onu, çünki döyüş təşkilatından çıxıb, xüsusilə də o döyüş təşkilatında, yəni döyüşən idmançılarla yaxından maraqlanır və özü də elə hazırda paytaxt Bakıya təşrif buyurub. Yəni Rizvan Kuniyevin Blades üzərində şansını nə dərəcədə qiymətləndirirsiniz? Yox, mən bayaq da söylədim. Yəni Dağıstan məktəbi burada öz sözünü deyə bilərmi? Yəni belə deyək. Döyüş məktəbi. Yox, adətən komandadan çox, dəstəkdən çox şey asıldı, mən sizə deyim. Yəni mən sizə deyim ki, dəstək və idmanın da öz texnikaları var da. Mən sizə deyim ki, yəni idmanın hər saniyəsi, idmanda hər bir saniyədə bir məğlub. Hər saniyədə belə deyim, nəsə ola bilər. Ancaq qarşı tərəf də zəifdir. Söhbət onun üçün də biz elə hər bir adamı istədiyimiz haqqında tərif də verə bilmərik. Onun üçün də deyir axarı ilə ring özünü göstərir. Ancaq müəyyən təcrübə əsasən baxanda biz inanırıq. Niyə görə? O keçmiş büyün müəyyən şkola deyək də, orta məktəbdən, bazadan biz inanırıq. Mən onu demək istəyirəm. Təbii ki və ümumi götürsək, hər kəs yəni Kuniyevin şanslarını aşağı qiymətləndirir və nəzərə alaq ki, rəqib də Curtis Blades'dir. UFC-nin yəni tanınan simalarından biridir, amma hər halda nəticəni zaman göstərəcək. Sözü kəsəm, onun özü də böyük bir məktəbdən də çox şey asıldı. Məktəb də çox insana güc verir. Təbii ki, öz yerində. Hazırda isə Azad müəllim, Absalam olmalıdır bağlantıda. Buyur Absalam. İbrahim, onu demək istərdim ki, burada çox möhtəşəm bir ab-hava var. Gördüyünüz kimi yerli və xarici azarkeşlər yavaş-yavaş döyüşün keçirildiyi Kristal Hola doğru irəliləyirlər. Təxminən 15 dəqiqədən sonra ilkin kartda olan döyüşçülər döyüşə başlayacaqlar, oktagona çıxacaqlar və yenidən mən sizinlə yerli azarkeşlərdən biri ilə buradayam. Döyüş barəsində daha çox məlumat almaq üçün eyni zamanda bizim yerli azarkeşlərin bu kimi döyüş sənəti olan UFC kimi təşkilatlara marağı necədir? Onları soruşacağım. Salam, hər vaxtınız xeyir. Özünüzü təqdim edin. Aqil Nağıyev, özüm keçmiş idmançıyam. Uşsanda üzrə məşğul olmuşam neçə illərdir. Çox üzr istəyirəm. Bildiyimiz kimi 3 təmsilçimiz bu gecə artıq oktagona çıxacaqlar. Onların rəqibləri də heç də həffə alınası rəqiblər deyil. Təbii ki də Rafael Fiziev və Ignacio Bahamondes kimi idmançı eyni zamanda oktagona çıxacaqlar. Bundan əlavə olaraq Tofiq Musayevin də ilk debüt döyüşüdür. Bu barədə nə deyə bilərsiniz? Bəli, çox sevindim ki, həqiqətən də bizim ölkədə artıq UFC keçirilir. Çünki həqiqətən lazım idi. Gedirdik başqa ölkələrdə baxırdıq. Amma indi fəxr edirəm ki, bizim döyüşçülər bizi təmsil eləyir, ölkəmizi təmsil eləyir və rəqiblər çox güclüdür. Tofiq Musayev də çox sevindim ki, həqiqətən də yəni kontraktı imzaladı və inşallah qələbə ilə qələbə olar bizim idmançılarımıza. Həyəcanlıyam, həqiqətən də görək nə olacaq. İndi həqiqətən də sevinirəm ki, bu döyüşləri canlı görəcəm. Uğurlar bizim döyüşçülərimizə. Rəqiblər çox güclüdür. Çox sağ olun. Elə biz də bütün idmançılara uğurlar arzu edirik. Azarkeşlərimiz hal-hazırda yerli təmsilçilərimizə böyük motivasiya vermək üçün onları öz doğma vətənlərində necə deyərlər,
qələbə hissini, əzmkarlığını göstərməsi üçün gəliblər. Onlar artıq öz sıralarına gedirlər. Mən azarkeşlərimizi heç kim atmayım. Çox sağ olun, təşəkkür edirik. Sağ olun. Sağ olun. Bu qədər. Bəli, biz yenidən efirdəyik və əslində Rafael Ataman Fiziyev, yəni Joe Main kartda mübarizə aparacaq və main kartda isə Camal Hill və Xəlil Rountree mübarizəsini biz görəcəyik. Əslində kifayət qədər maraqlı bir döyüşdür, mən fikirləşirəm və yəqin ki, döyüş həvəskarları mənimlə razılaşarlar, Azad müəllim. Ümumiyyətlə Fight Night-ların biz bu vaxta qədər keçirilmiş Fight Night gecələrinə nəzər yetirsək, ölkəmizdəki Fight Night mən deyərdim ki, elə kartlara bərabərdir. Çünki kifayət qədər maraqlı simalar həm ölkəmizə təşrif buyurub döyüş dünyasının. Mən fikirləşirəm ki, Oktagonda 8 küncdə bizləri maraqlı döyüşlər gözləyəcək. Həmin main kartlardan, yəni əsas döyüşdən biri də Hilldir, hansı ki mübarizə aparacaq döyüşçülərdən biri də Hilldir, hansı ki Hill keçmiş, yəni light heavyweight, yəni yüngül ağır çəkinin çempionudur. Baxmayaraq ki, son 2 qarşılaşmasında Jiri Proska və Alex Pereira mübarizəsində məğlub oldu. Necə fikirləşirsiniz? Yəni Blades və Rountree, daha doğrusu Hill və Rountree mübarizəsindən nə gözləmək olar? Yaxşı, çox maraqlı suallar verirsən. Və çəki də kifayət qədər maraqlı çəkidir. Valla mən adətən başqaları, biz özümüzünkilərin içəridən daha yaxından tanıyanda daha çox. İndi döyüş əsasında biz baxanda mən özümüzünkindən götürəndə Rafaelin birinci döyüşünə baxanda o döyüşün əvvəlində nakauta düşdü, döyüş saxladılar, belə deyək. Yəni bu günləri ikisi də təcrübəli adamdır, ikisi də udar buraxmaya da bilər, buraxa da bilər. Bu günləri mən onun üçün də yəni onların kartlarına nəzər çox da keçirtməmişəm deyəni, yəni biz niyə görə? Mən o xırdalıqlardan dəqiq açıqlama. Bu gün desəm ki, döşə göstərəcək. Əslində hər ikisi ayaq üstə döyüşməyi sevir. Və eyni zamanda Xəlil Rountree'nin yəni Muay Thai təcrübəsi var və döyüşlərində də kifayət qədər rəqiblərini, belə deyim, nakauta salmağı bacarır. Həm ayaq zərbələri ilə klinçlər, kifayət qədər güclü klinçlərə sahibdir Rountree. Eyni zamanda Hill'in həm boy avantajı var. Nəzərə alaq ki, kifayət qədər də boyu hündürdür. Biz elə ekskluziv müsahibələrdə də İdman TV olaraq, yəni mən nəzər yetirdim. Yəni avantajlar əslində hardasa cüzi miqdarda Hill tərəfdədir, amma bilmirəm. Siz necə fikirləşirsiniz? Siz onun tərəfindəsiniz? Yox, mən yox, yəni statistika və yox, təbii ki, elə deyir, məsəl var, göz tərəzidir, görürük. Azad müəllim, biz bəli, buyur. Çox üzr istəyirəm. Rejissorumuz bildirir ki, biz hal-hazırda sözü studiyaya Kənana ötürməliyik. Buyur Kənan, söz səndədir. Çox sağ ol İbrahim, təşəkkürlər. Hörmətli tamaşaçılar, yenə də studiyaya qayıtmışıq.